Aprelin 6-sında keçiriləcək imtahanlarda 33.315 nəfərin iştirakı nəzərdə tutulur. Sülhün alternativi yoxdur və bizim addımlarımız yekun sülhün bərqərar olmasına yönəlməlidir. Hazırda Konstitusiyanın yeni mətni üzərində işləyirik. Bunu Ermənistanın Ədliyyə naziri Sırbuhi Qalyan deyib. Bu ilin mart ayında Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 97 nəfər çıxarılıb. ABŞ Müdafiə Nazirliyi zərbə qrupunu Yaxın Şərqə göndərib. Amerika mediasının yazdığına görə Yaxın Şərqə zərbə qrupu və əlavə döyüş təyyarələri ABŞ və İran arasında artan hərbi gərginlik fonunda göndərilib. Ağdam şəhərinə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır. Bu barədə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Məncə regionumuz heç bir gərginliyə tab gətirməyəcək. Ümidvarıq ki, Azərbaycan və Ermənistan sülh və əmin-amanlığa yönəlmiş bu prinsipləri dəstəkləyəcək. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib. ABŞ ticarət balansındakı ciddi uyğunsuzluğa görə milli təhlükəsizliyə təhdid yarandığını əsas gətirərək fövqəladə vəziyyət elan edib. İsrail ordusunun aprelin 2-dən 3-ünə keçən gecə Suriyada həyata keçirdiyi hava hücumları həm də ölkədə möhkəmlənməyə çalışan Türkiyəyə xəbərdarlıqdır. Bu barədə Yarusəlim Post yazır.